Allah lisan Efendimizin mübarek mücallah fakir ruhu tayyiblerine, alinen, eshabına, ehli beytine, meşer zevletlerine ve sarvat tayyiblerine, bir cümle geçmişlerimizin ruhuna şad olması için, hayırların, fethi, şerlerin, söhbətimizin, feyzi, bereket için, dinimizin, imanımızın, milletimizin, memleketimizin selameti için, xəstələrin şəfası, dərdlərin davası, borçlarına razı üçün. Dualarımızın kabulü için, Allah rızası için bir Fatiha-i Şerife, 3 kul huvallah okuyaq, lillahi teala Fatiha. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecmain amma ba'd. Çok kıymetli kardeşler, Allah'ın selamı, bereketi, mağfireti sizlerin ve bütün ümmet Muhammed'in üzerine olsun. Bizi bu güzel evde görüşten Allah'ın da olsun. Müminin hayatında namaz ve zekat kitabından devam ederek namaz bahsini bitirdik. Şimdi zekat bahsindeyik. Darvanlılar adlı bir başlık. Kur'an-ı Kerim'de kıssası geçen Darvanlılar. Kimlerdir? Öşür vəzifəsini yerinə gətirməmənin Allah qatındakı vəbalını Kur'an-ı Kerim'de Qələm surəsində anladılan təfsilatı da rəvayətlərdən əldə edilən bu qissə çox bariz bir şekilde ifade etməkdədir. Yemenli cömert bir zatın San'a yaxınlarında üzüm, hurma ve ekin bahçesi vardı. Yani mükemmel bir bahçe. Bu cömert kişi məhsul toplama zamanında fəqirlərə, yani yoxsullara, qəriblərə və zəiflərə öşür payını artıqlaması ilə bolca ayırır idi. O zat vəfat edincə uşaqları ehtirasa qapılaraq ailəmiz xeyli qələbəlik, ailəmiz çoxdur. Mal az, fəqirlərə bir şey verməyək. Onlar gəlib istəmədən məhsulları toplayaq deyərək aralarında sözləşdilər. Gizlincə məhsul toplayaq, bu fəqir-fuqara görməsin. Allah Teala onların bu pis niyyətləri üzərinə bağçalarını xarabı halına gətirib qapqara qıldı. Qoskoca bağça tanınmaz hala gəlmişdi. Bu vəziyyəti görüncə çaşdılar. Bəziləri görəsən yanlış bir yerə mi gəldik dedilər. Bəziləri isə xeyr, yanlış gəlmədik. Biz fuqaranın haqqını qəsb etdiyimiz üçün belə oldu dedilər. Atalarının öşür keçən söhbətimizdə bəhsləmişdik, məhsulun 1/10 yəni. O əkilən məhsulun 1/10. Əgər dəmiyədirsə 1/10. Yox, pulla suyu pulla suvarma edilibsə, baxımı pulla olubsa, o zaman 20/1. Yəni 1 tona 50. Yox, dəmiyyədirsə tarlaya, dağa səpdin, bizdə daş yüz sahələri deyirlər. Bəzi rayonlarda qarasol deyirlər. Orada dəmiyyət, çiskinlə, o şehlə o məhsul yetişir. Bir də payızı geyib şey deyirsən, yayda geyib. Qazancdan gedir, değil mi? Qazancdan deyəndə ki, yəni zaten ona məsrəf eləyirsənsə, yəni şunlamaq yox. Məhsulun 1/10. Məhsulun 1/10. Yox, suvarması, baxımı pullandısa, o zaman yox, o zaman 20/1. Yəni 5%. Adam qoyduğu xərci çıxarmıyor. Yəni məhsul az olub deyirsən götürməyib da, daxılı xərcini ödəməyib. Yaxşı saldı. Yəni məhsul olmayıb da. Yəni məsələn 1 ton buğda əkib, bu şunun zadı elə 1 ton da buğda götürür. Ağıllı adam ondan 1/10 verir, deyir ki, ya Rabbi, bax mən növbəti ilisi Allah da deyir ki, sən məndən cömert olmazsan. Ala, bu sefer 10 ton verir. Əvvəlki ildə çıxardır. Atalarının öşürü cömertcə paylayıb möhtaçların duasını alması bağçaya artıqlamasına bərəkət verirdi. Bütün fuqara, yəni kasıblar və quraba o bağçadan istifadə edirdi. Lakin oğullarının gözlərində atalarının fağırlara payladığı öşür
böyüyür və onu vermək istəmirdilər. Onlar Allahın o bağçaya və o tarlaya verdiyi bərəkətin haradan gəldiyinin fərqində deyildilər. Çünki qəflət onların qəlblərini kör etmişdi. Qissədən hissə: zəkat verilmədiyi zaman min bir çeşid afət, qəza, xəstəlik, mali kriz və bənzəri müsibətlər ortaya çıxar və malın bərəkətini yox edər. Ümumiyyətlə, qardaşlar, biz Allahdan cömert ola bilmərik. Əgər o məhsul olmuşsa, Allahla bazarlıq düz olmuyor demək. Allahla bazarlıq düz olmuyor. Yəni ən cömert Allah Teala'dır. O, sən bir il əkib, Allah verəndə sən də vermisənsə, növbəti ilə zəmanət altına almış olursan. Bu, burada oxuyub bitirdiğimiz Möminin Könül Dünyası qissələrin dili ilə və qissələrin dili ilə Möminin Könül Üfqü kitabında orada keçmişdir. Adamın peyğəmbər, hansısa bir peyğəmbərin dövründə Allah Teala vəhiy edir. Deyir ki, get filan qulma dinə. Onun ömrünün yarı qismini fağırlıqla, yarı qismini zənginliklə keçirəcəm. Amma tərcihi ona bıraxıram. Get soruş, hansını istəyir? Başda zənginlik mi istəyir, yoxsa fağırlıq mı istəyir? O da Peyğəmbər mənə təbliğ edəcəm, deyik bir xanımla məsləhətləşim. Xanımın sözünə qulaq asmaq lazımdır. Adam axıllıymış. Gəlir deyir ki, xanım, bəs belə təklif gəlib. Kasıblıqdan sonra varlıq yaxşı, rahat olur. Amma varlıqdan sonra kasıblıq yaxşı olmur. Gəl, biz ömrümüzün sonunda varlığı tərcihləyək. Deyir, yox, bəy, sən öncə varlığı tərcihlə. Yəni, ömrünün yarısı zənginliklə geçsin. Sən mən deyənə qulaq as. Allah buna verir, zənginləşir, multimilyader. Xanım da deyir ki, bundan kasıb əl tutaq. Özəl bir kostyum olunda kasıb alır. Falan eləyəndə, yetimə əl tut, bu yetimə əl tut. Allah-u Teala o ömrünün yarısı keçəndən sonra zənginlik əldən çıxmır, fağırlıq gəlmir. Allah-u Teala Peyğəmbərə deyir ki, get o adamı müjdələ. O elə şükürlədi ki, mənim dəftərimdə hökm dəyişməz. Şəkətümlə əzidənnəküm. Şükür edərsinsə neymətimi artırıram, mənim sözüm dəyişməz. O elə şükürlədi ki, mən onda artıq fağırlamayacağım. Yəni, Allah verəndə, əkdin, tarlanı əkdin, Allah sənə verəndə onda birini öşürü versən, növbəti ilə zəmanət altına almış olursan. Adam 1000 dənə qoyunu var, zəkat çıxartmır. Zəkat çıxartmır. Sonra deyir ki, tabaq gəldi, qoyunların yüzü gitti bitdi. Qardaşım, bu zəkatı ver də. Görmüşəm elə. Zəkatı ver də. Niyə kasıbın sən cibinə girib haqqını alırsan? Boş başaqlar. Başaq sümbülünün o şeyinə yuxarısına deyil. Anadolu'da bir səyahətim əsnasında bir buğda tarlası gördüm. Yanımızdakı kişiyə məhsulların vəziyyətini soruşdum. İbrətli bir cavab verdi. Başaqların görünüşünə baxmayın. Bunların içi hep boş. Hamısı boş. Təəssüf ki, buranın insanı öşürü bilməz. Bu səbəblə də Allah əkinlərə bərəkət ehsan etmir. Allah'a ekber. Yani, sümbül olub, amma içi boşdur. Görüntü var, amma içi yox. Yəni, indiki ortam bu dövrdə görüntü var, adam deyirsən ki, adamdır da bu. Boyuna, postundan, qulağına, gözünə baxsın, adamdır. Elə bir hərəkətləyək ki, deyirsən ki, bu nədir? Bu nədir? Cenab-ı Hak zəkatını verməyənlərin etməsi gərəkən xeyir və infaqları etməyənlərin son nəfəsdəki peşmanlığını belə ifadə edər. Hər hansı birinizə ölüm gəlib də, Rəbbim, məni yaxın bir müddətə qədər gecikdirsən də, sədəqə verib salihlərdən olsam deməsindən öncə sizə verdiyimiz ruzilərdən infaq edin. Münafiqun 10. Yəni, elə bilək ki, sabah olanda ahirətdə getmişik, Allahdan möhlət istəmişik ki, ya Rab, bizi dünyaya təkrar qaytar, yaxşı işlər görüb salihlərdən olaq. Elə qəbul edək, o bizə verilən günü o şəkildə dəyərləndirək. Çünki elə bir gün gələcək ki, onun sabahı olmayacaq. Yəni. Axşam dəftər bağlanır,
Da sabah yoxdur. Elə bir gün var yəni. Sahələrin zəkatı, arsaların zəkatı. Tarlaya irəlidə özünə və ya uşaqlarına ev tikmək üçün alınan arsaya zəkat düşməz. Yəni bir ərazi almısan, uşaqlara ev tikəcəm deyə. Fəqət ticarət üçün alınan əraziyə zəkat düşər. Almısan, pulun çox olub, qoymusan ki, ticarət irəlidə satacağım. Çünki torpaq günü-gündən qiymətlənir. Bu zəkatı da aldığı qiymətə görə deyil, hər ilin qiymətinə görə hesablamalıdır. Yəni, məsələn, 8.000 verib almısan tarlanı, ərazini. O birisi il oldu 10.000 buranın yeri. O birisi oldu 14.000 məsələn. Yəni, o hər ilə görə hesablanır. Ərazi ticari bir yatırım olaraq aldığı halda tarla və ya şəxsi ev üçün almış kimi zəkatdan qaçınmaq bir müsəlmana yaraşmaz. Zamanımızda bir çox insan yatırım məqsədi ilə ərazi almaqda, zaman içində bu ərazilər sahiblərinə yüksək gəlirlər qazandırmaqdadır. Bu kimsələr nə özlərinə ev tikmək, nə də əkib biçmək üçün bu əraziləri almışlardır. Tamamən borsaya, qızıla və ya dövizə pul yatırır kimi əraziyə yatırım etmişlərdir. Buna baxmayaraq, iş zəkata gəlincə, bunlar ticarət üçün deyil, bunlar tarla şəklində zəkat verməməyə yönəlik bir tövür içərisində olmaq doğru olarmı? Olmaz. Bu kimi vəziyyətlərdə kasıbın leyhinə və vicdanlı hərəkət etmək lazımdır. Pulu zəkat mükəlləfiyyətindən qurtulmaq üçün qəsdən üzərinə zəkat düşməyəcək mallara bağlamaq görəsən Allah qatında insanı hansı vəziyyətdə buraxır? Həm də onca fağır, füqara, möhtac, mültəci, dəprəmzadə və savaş mağduru müsəlman varkən. Borclar. Zəkat hesablanarkən normal şərtlərdə mükəlləf, yəni cavabdeh şəxs, zəkat verilməsi gərəkən malları hesabladıqdan sonra borclarını bundan düşər. Yəni, borclar oradan çıxır. Zamanımızda proqramlanmış, taksitləndirilmiş, uzun vədəli borclar mövzu bəhis ola bilməkdədir. Bu borcların vədəsi gəlməyən qismini zəkat veriləcək mallardan düşməmək lazımdır. Məsələn, adam bir şey alıb 24 aylıq, yəni hissəsi ödüyor. Deyirlər, nə deyirlər? Onu bir il içində zəkatı verəcək qədər zamana qədər olan hissəni düşmək lazım, borcundan düşmək lazım. Növbəti illəri deyil. Yəni 10 illik, 20 illik bir borc proqramı ilə ev və ya araba, maşın almış, fabrika qurmuş bir şəxs borcun sadəcə o ilə aid qismini zəkat verəcəyi toplam məbləğdən düşməlidir. Əsasən, zəngin insanların havaici əsliyyə xaricindəki, yəni təbii ehtiyacları xaricində borclarını matrahdan düşməmələri ən doğrusudur, yəni mayadan. Çünki sənayici və iş adamlarının borcu heç əksik olmaz. Üstəlik, bu borcun qarşılığı olan fabrik, makina və başqa şeylərin zəkatını vermədikləri üçün onları zəkat məbləğindən düşmələri doğru deyildir. Müasir alimlər borcları zəruri ehtiyacları əlaqədar edən borclar və ticari borclar şəklində ikiyə ayırmış və ticari borcların zəkat mükəlləfiyyətinə təsir etməməsi gərəkdiyini dilə gətirmişlərdir. Fabrika və yüksək kira gəlirləri. Yaxın dövr alimlərindən Muhammed Əbu Zəhra və Yusuf Qaradavi kimi fəqihlər son əsrlərdə gəlişən və artan fabrika, motorlu nəqil vasitələri, böyük gəlir təmin edən qeyri-mənqullar kimi, daşınmaz əmlaklar kimi,
sahələrdə zəkatın 40'da 1 verilən ticarət malına deyil, 10'da 1 veya 20'də 1 verilən öşürə qiyaslanmasını təklif etmişlərdir. Beləcə, zəkat günündə var olandan deyil, toplam gəlirdən və qeyri-safi brüt 10% veya safi aydın 5% zəkat verilməsi gərəkdiyini ifadə etmişlərdir. Yəni, tarla məhsullarına qiyas edilməsinə uyğun görüblər. Qədim alimlərimiz dərzinin qayçısı kimi alət ədavata zəkat düşməyəcəyini bildirmişlərdir. Ancaq bu yeni alimlərə görə fabrik kimi yüksək gəlir gətirən malların bunlardan ayrı mütaliə edilməsi, tutulmaları gərəkir. İlk il bu növü malların tamamından zəkat verilməli, sonraki illərdə isə gəlirindən öşür kimi zəkat verməlidir. Yəni, qazancın 40'da 1 deyil, 10'da 1'i veya 20'də 1'i. Fabrik və bənzəri gəlir vasitələri iqtisadi dünyaya yaxın zamanda girmişdir. Bunlar haqqında yeni içtihatların edilməsi təbiidir. Bu içtihatlarda fuqara leyhində, yəni kasıbların leyhində davranmaq və zəkatı artırmaq əlbəttə daha fəzilətlidir. Xülasə, zəkat hesablanarkən daima möhtaçların leyhində qərar vermək gərəkir. Bu ayət-kəriməni unutmamaq gərəkir. Sənə nəyi infaq edəcəklərini soruşarlar. Qulil afu. De ki, ehtiyacdan artığını. Yəni, ehtiyacdan artığını infaq et anlamında. Zəkat yetərmi? Yetməz. Zəkat bir müminin infaq vəzifəsinin, yəni Allah yolunda xərcləməsinin, daha doğrusu verməsinin vəzifələrinin ən aşağı səviyyəsidir zəkat. Zəkat ən aşağı səviyyəsidir. Yuxarıda zikr etdiyimiz həssasiyyətlər bu aşağı, asqari, yəni ən aşağı hüdudun daha da aşağıya çəkilməməsi üçündür. Zəkat, sədəqə və infaq məfhumları Qur'an-ı Kərimdə 125 yerdə keçməkdədir. Bir mömin qardaşlarının dərdi ilə dərdlənir. İslamın istiqbalından özünü məsul hiss edər. Qur'an xidmətlərinə könüldən dəstək olur. Qur'an ayətlərinə görə infaqın 4 dərəcəsi vardır. Birincisi, istəyən möhtacı geri çevirməmək. Malından sail üçün pay ayırmaq. İkincisi, yüksək ədəb və həya duyğusu səbəbilə ehtiyacını ərz etməkdən, söyləməkdən çəkinən məhrumu axtarıb tapmaq. Üçüncüsü, çətin zamanlarda imkanlarını möhtaçlarla bölüşmək. Ənsarın mühacirlərə sərgilədiyi kimi. Dördüncüsü, isarda bulunmaq, yəni öz ehtiyacından vaz keçib, möhtacı öz nəfsinə tərcih etmək. Həzrət Əli və Həzrət Fatimə anamızın, radiyallahu anhum, Allah onlardan razı olsun, qapıya gəlib Allah üçün istəyən yoxsul, yetim və əsirə iftarlıqlarını verib, özlərinin 3 gün su ilə iftar etmələri kimi. Yəni, aşağıdan yuxarı getdi mərhələləri. Bu hissəni bir oxuyaq. Burada kim hansı kateqoriyaya girir, baxsın. Birincisi, istəyən möhtacı geri çevirməmək. Malından sail üçün pay ayırmaq. Bu, Duha surəsində keçir, 10-cu ayət, Zariyyət surəsində 19-cu ayətdə, Məaric 24-25-də keçir. İkincisi, yüksək ədəb və həya duyğusu səbəbi ilə ehtiyacını ərz etməkdən çəkinən məhrumu axtarıb tapmaq. Zariyyət surəsi 19-cu, Məaric 24-25, Müminin 4, Bəqərə 273-cü ayətlərdə bundan bəhs olunur. Üçüncüsü, çətin zamanlarda imkanlarını möhtaçlarla bölüşmək. Ənsarın mühacirlərə sərgilədiyi kimi. Haşr surəsi 9-cu ayət. Yəni, mömin qardaş sıxıntı andadır, sən həmən ortaya çıxırsan. Keçən bir cümlə oxudum. Dostlar deyir, ulduza bənzərlər, hər zaman görsənməzlər. Nə zaman ki, qaranlıq çökər, dostlar ortaya çıxır. Həqiqi dostlar. Çox duyğul bir söz.
Yəni dostlar ulduzlara bənzər. Gündüz hər yan aydınlıq olanda görsənmir. Amma qaranlıq çökəndə, sıxıntı anında dost ortaya çıxır yəni. Dördüncüsü, isarda bulunmaq, yəni öz ehtiyacından vaz keçib, möhtacı öz nəfsinə tərcih etmək. Həzrət Əli və Həzrət Fatimə, Allah onlardan razı olsun, qapıya gəlib Allah üçün istəyən yoxsul, yetim və əsirə iftarlıqlarını verib, özlərinin 3 gün su ilə iftar etmələri kimi. İnsan surəsi 6-12-ci ayətlərdə keçir. Ubeydullah Ahrar Həzrətlərinə birisi gəlib, Allah üçün məni doyur dedi. Ubeydullah Ahrar Həzrətləri özü də ac olduğu halda sarığını verərək o möhtacı doyurdu. Yəni, gəlir, deyir ki, Allah üçün acam, məni doyur. O da gəlir bir aşçının yanına, dönərçinin yanına, indi dönərçi də aşpazın yanına, deyir ki, sarığın köhnədir, amma təmizdir. Qabları qurulayarsan bununla. Amma bu yetimi doyudur, deyir. Kasıbı doyur. Və deyir ki, o kasıbı doyurdu, başında gözlədim, yedi, deyir. 3 gündür, özüm də ac idim, deyir. Amma özüm yemədim. Nə qədərlə sarığı qaytarsın, deyir, götürmədim, deyir. Allah doğrusu o deyir, mənə elə qapılar açdı ki, 1000 nəfər işçi işlədirmiş tarlasında. Sonra. Bəli, soralar. Yəni, o bir imtihan olunan ərəfi var. O imtihanı keçmək lazımdır orada. Hətta, mən də sənin günündəyəm. Zəngin birisində getmişlər. Adam inəyin otu ələfi qutarmış. Xərəkdən odunu qutarmış. Nə bilim, unu qutarıb, borcqadan unu qutarıb. Gedim indi borc istəmək niyyətindən, ay, filan kəs dayı. Böyle inəyin otu qutarıb, odun da qutarıb, un da qutarıb. Can bala, sən də mənim gündəsən. Ehtiyacı söyləyə bilmədən qayıdış gelir. Elə olmayacaq yəni.